Xeyir olsun, təkrardan müəllimlər. Kaydı başlatdım. Hər kəs zəhmət olmasa səsləri bağlasın və dərsi dinləsin. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir müəllimlər. Səsləri çox xahiş edirəm, bağlayaq. Dərs Oldu YouTube'a müəllim. yerləşdiriləcək. YouTube'da yorum qismindən WhatsApp qruplarımız, Telegram kanalımız, eyni zamanda dərslərimiz haqqında ətraflı məlumat veriləcək. Yəni YouTube kanalımıza abunə olmağı unutmayın. Yeni dərslər paylaşılacaq, yeni izahlar paylaşacağam sizlər üçün. Çərçivəyə yeni bir-iki mövzu əlavə olunub, onların hər biri yenidən paylaşılacaq. Və buradan qeyd edeyim ki, yanvar qruplarımıza qoşulmaq istəyən müəllimlər akademiyamızla və bizimlə əlaqə saxlaya bilərlər. Nömrəni qeyd eləmişəm. 070 293 39 28. Səsləri bağlayaq müəllimlər. Səslərinizi hər dəfə mən bağlamaq məcburiyyətində olmayım. Xahiş edirəm, səslərimizi bağlayaq. Və qeyd elədiyim kimi, dərslərimizə qoşulmaq istəyən müəllimlər 070 293 39 28 nömrəsi ilə əlaqə saxlasınlar. Bir də bir nömrə var. 055 802 69 66 nömrəsi ilə əlaqə saxlayaraq qruplara yazıla bilərlər. Dərslərimiz 3-4 ay, 4-5 ay müddətində keçirilir. Yanvar qrupumuz. Dərslər həftədə 2 dəfə keçirilir. Həftədə 4 gün yarış botları işləyirsiniz axşam saatlarında və eyni zamanda, yəni saat yarım, həftədə 4 gün axşam saatı quizlər işləyirsiniz. Həftədə 2 dəfə dərsimiz olur. O həftədə 2 dəfə dərsdən əlavə olur quizlər. Dərsimiz də həftədə 2 dəfə 3 saat, 4 saata qədər çəkir. Hər müəllim fərdi şəkildə sual cavab olunur. Canlı test işləyirsiniz. Test işləmə taktikalarınız formalaşır və fərdi sual cavab olunursunuz. Belə. Aydın olmayan dərslə bağlı aydın olmayan məqamlarda izah olunur. Belə müəllimlər, qoşulmaq istəyən müəllimlər mütləq əlaqə saxlasın. Nə olur, belə deyim, son yerlərimiz qalıb və dərslərimiz 2-dən 3-dən etibarən artıq başlayacaq. Belə müəllimlər, başlayaq artıq testimizə. Testi açıram, əl işarəsini qaldırın, zəhmət olmasa. Sualınız varsa chat bölməsinə yazarsınız, vaxtım olsa cavablandıracağam və Vygotsky'nin testini işləyirik. Bugün Vygotsky'nin testi olacaq. Və YouTube kanalımızda olan videolar, YouTube'da olan videoları nəzərdən keçirin. Özünüz də görəcəksiniz ki, nə qədər faydalı videolarımız var. Yəni, bütün mövzularla bağlı videolar paylaşmışam. Nəticələrimizi də özünüz görəcəksiniz. Belə, 78. Belə, müəllimlər, dediyim müəllimə əl işarəsini qaldırsın, zəhmət olmasa. Daha doğrusu səsi açsın. Səsi açsın. Aşağıdan başlayacağım bu dəfə. Sevda İskəndərova. Sevda İskəndərova. Yoxdur deyəsən, yaxşı. Səsi açsın Aliyə Şükürova. Bəli, Müəllimə, vaxt itirmədən birinci testə bir dənə baxın, zəhmət olmasa. Və cavabını deyin. Mən açdım və gecikdim ancaq. Müəllimə, ikinci sual cavab edəcəm. Aliyə müəllimə desin, sonra sizə verəcəm testi. Oldu müəllim. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Müəllim əvvəlcə mətndəki açar sözlərin mənasını öyrədir, sonra mətnin məzmununu tədris edir. Müəllim yeni dərs keçərkən mətnin tapşırığını və ya oxunun sadələşdirilmiş versiyasını verir və tədricən onu mürəkkəbləşdirir. A bəndi. Verbal lingvistik intellekt növünə malik şagirdlər üçün strategiyalar. B. Scaffolding strategiyaları. C. İlkin əməli mərhələsində olan şagirdlər üçün öyrətmə strategiyaları. D. Müsbət gücləndiricilər. D. Açıq düşüncə tərzinə keçmək üçün strategiyalar. Bu nə idi müəllimə? Vygotsky'ni oxumusunuzsa biləcəksiniz. İşarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Səsləri bağlayaq, hər kəs səsi bağlasın. Ödənişsiz dərsdir deyə hamı səsi açmasın. Xahiş edirəm. Səslər bağlı olsun. Verbal lingvistik intellekt. Bəli, verbal lingvistik niyə olur ki? Bircə dəqiqə. Niyə verbal lingvistik? Verbal lingvistik intellekt Gartnerə aiddir, intellekt nəzəriyyəsidir. Yox. Scaffolding variantı olmalıdır. Scaffolding strategiyası. Mən B bəndi. Scaffolding, B bəndi. Müəllimlər, mən səsinizi bağlamayım da, xahiş edirəm. Orada müəllimlər var. Səslərinizi bağlayın özünüz. Ödənişsiz dərsdir deyə hər kəs səsini açmasın da, belə deyim. Zəhmət olmasa. Aliyə müəllimədən başqa hər kəs səsi bağlasın. Hər kəs bir mənalı şəkildə. Burada nə oldu? Scaffolding strategiyası. Niyə scaffolding strategiyası oldu?
Aha. Mən B bəndi. Bəli, B bəndi. Çünki müəllim əvvəlcə deyir, mətndəki açar sözlərin mənasını öyrədir, sonra mətnin məzmununu tədris edir. Müəllim yeni dərs keçərkən mətnin, tapşırığın və ya oxunun nə deyir orada? Sadələşdirilmiş versiyasını verir və tədricən onu mürəkkəbləşdirir. Sadədən mürəkkəbə. Müəllimə bir dənə səsi bağlayın, xahiş edirəm, izah edin. Sadədən mürəkkəbə və eyni zamanda açar sözləri deyir, istiqamət verir, yol göstərir, bütün dərsi xırdalığına qədər izah etmir. Görsəz ki, xırdalığına qədər izah edir, scaffoldingin strategiyasını pozur. Amma burada pozmur, çünki bu düzgün fasilitatordur, düzgün scaffoldingdir. Belə, unutmayın müəllimlər, sizə desələr ki, scaffolding ilə fasilitatorun fərqi nədir? Deyin ki, scaffolding Vygotsky nəzəriyyəsinə aiddir. Scaffolding hər kəs ola bilər, amma fasilitator sadəcə müəllimdir. Fasilitator var, bir də fasilitasiya var. Mən göndərmişdim. Kaçda da var. Belə, Sevda müəllimə ikinci test, buyurun. Sağ olun müəllimə. Axşamınız xeyir müəllim. Axşamınız xeyir, buyurun. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin, doğru. Yəni uyğunluq. Yaxın inkişaf zonası müəllimin şagirdin yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəkdir. Yaxın inkişaf zonası. Yaxın inkişaf zonası şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi ilə həmin işi sərbəst şəkildə bacardığı hal arasındakı dövrdür. Yanlış. Üçüncü, yaxın inkişaf zonası şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi zaman daha təcrübəli başqasından dəstək vermədiyi mühitdir. Yaxın inkişaf zonası scaffolding baş verdiyi öyrənmə zonasıdır. Yaxın inkişaf zonası scaffoldingin baş verdiyi öyrənmə zonasıdır. Müəllimə, burada A variantı 1 ilə 2. Çünki deyir uyğunluğu da doğrunun altından doğru, yanlışın altından yanlış. Doğrunun altına uyğunluq dedikdə, keçən dəfə də demişdim sizə ki, doğrunun altından doğru, yanlışın altından yanlış. Amma uyğunsuzluq dedikdə, yanlışın altından doğru, doğrunun altından yanlış. Bir növü tərsinəsini seçəcəksiniz, əksini. Yəni, uyğunluq dedikdə, doğru deyir ki, mənim doğrumu tap, yanlış deyir ki, mənim yanlışımı tap. Amma uyğunsuzluq dedikdə doğrunun altından səhvi tapıb yazacaqsınız. Səhvin altından da doğrunu, yəni yanlışın altından da doğrunu. Burada da uyğunluq deyil. İndi test işləmə texnikasından istifadə edək müəllimə. Məsələn, yaxın inkişaf zonası deyir, müəllimin şagirdə yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəkdir. Bir də var, yaxın inkişaf zonası. Müəllimlər, səsləri bağlayaq. Ödənişli dərslərdə heç bir müəllim belə səsi aça bilmir. Yəni, bir mənalı şəkildə qayda qoymuşam ki, səsi heç kimi açıb digər müəlliməyə maneçilik törətməsin. İndi burada ödənişsiz dərsdir, qoşulub bura 300 müəllimə əlavə dərs keçirəm. Yəni, xahiş edirəm, səslərimiz bağlı olsun da, dərsi pozursunuz axı, olmaz belə. Adlarınızı da bilmirəm, ona görə demirəm, amma bir-bir çıxardacam qrupdan. Həqiqətən də, yəni, burada problem yaradan müəllimlər olsa çıxardacam. Ödənişli dərslərimdə heç mən belə problemlərlə qarşılaşmamışam. Ödənişsizdə nəsə müəllimlər həm dərsə qoşulmaq istəyirlər, həm də səsləri açırlar, evinin bütün səsi dərslədir. Olmaz belə. Buyurun, ikinci testdə nə oldu? Yaxın inkişaf zonası deyir, müəllimin şagirdə yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəkdir. Düzdür? Bəli, bu doğrudur. Bəli, bəli. Bəs yaxşı. Bu deyək ki, doğru deyil, yaxşı, elə götürək. Qoyaq onu qırağa. Məsələn, imtahanda siz bilmədiniz, elə deyil. Yaxın inkişaf zonası şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi ilə həmin işi sərbəst şəkildə bacardığı hal arasındakı dövrdür. Bəs bu düzgündürmü? Yaxşı düşünün. Xeyr müəllimə, bu düzgündür. Variant Y variantıdır. 1-3. 1-3 əminsiz müəllimə səhvdir. Niyə səhvdir? Gəlin deyim sizə. Buyurun müəllimə. Baxın. Doğrunun altından doğru, yanlışın altından yanlışı seçirik. Yaxın inkişaf zonası deyir, müəllimin şagirdə yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəkdir. Müəllimlər, yaxın inkişaf zonası deyil o, scaffoldingdir o. Scaffolding müəllimin şagirdə yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəkdir. Uşaq yəni yeni bilik bacarıq öyrənir və burada müəllim nə edir? Eyni zamanda müvəqqəti dəstək göstərir. Müəllim olsun, özündən daha bilikli yoldaşı olsun, atası olsun, anası olsun, scaffolding hər kəs ola bilər. Amma fasilitator bir nəfərdir. Scaffolding sadəcə Vygotsky'yə aiddir. Və belə, yəni burada söhbət nədən gedir?
Scaffoldingdən gedir. Yəni bir scaffoldingdir, yaxın inkişaf zonası deyil. Demək ki, bir deyilsə, aşağı düşüb neynirəm? Bir olanları mən silirəm, gedir. A getdi, C getdi, Y getdi. Yerdə nə qaldı? B ilə D. Çünki əminəm ki, mən 1 ola bilməz. Amma 2-yə baxın. Yaxın inkişaf zonası nə deyir burada? Şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi ilə həmin işi sərbəst şəkildə bacardığı hal arasındakı dövrdür. Yaxın inkişaf zonası məsələn, şagird bir işi müstəqil şəkildə yerinə yetirə bilmir. Həmin işi də sərbəst şəkildə bacardığı dövrdür də, boşluqdur. Necə ki biz belə deyim, indi də görüntünü açım, izah edim. Necə ki biz bağçada təlim nəticəsi var, ümumi təlim nəticəsi var. İlin sonunda biz ümumi təlim nəticəsinə çatmaq üçün nə edirik? O bir il müddətində boşluq var da. O boşluqda biz nə ayırırıq? Nə edirdik biz o boşluqda? Həmin boşluqda uşağa biz təlim veririk, dərs veririk. Həmin dövrdə biz uşağa dəstək oluruq, kömək oluruq. Hər tərəfli. Yəni söhbət burada sadəcə dəstək, kömək dedikdə bəzi məqamlardan söhbət getmir. Bəli, bilikləri öyrədirik. Məsəl üçün, uşaq masa mədəniyyətini bilmir. Məsəl üçün, qaşıqla fincandan istifadə edə bilmir. 2-3 yaş qrupundakı uşaqdır. Mən nə edirəm? 2 yaşındakı uşağa 3 yaşına qədər o masa mədəniyyətini öyrənirəm. Nə edim? Kömək elədim, istiqamət verdim. Və 3 yaşın sonunda, yəni daha doğrusu 2-3 yaşın sonuna doğru, məsələn, necə ki sentyabrdan başlayırıq, avqustda bitmir, avqustun sonunda uşaq o təlim nəticəsinə çatmalıdır və ya iyunun sonunda. Yəni bu dövr yaxın inkişaf zonasıdır. Uşaq məndən asılıdır, məndən kömək istəyir. Bu gün bunu bacardı, sabah başqa bir şeydə məndən kömək istəyəcək. O da bacardı, sabah başqa bir şeydə məndən kömək istəyəcək. Yəni bu həmin boşluq yaxın inkişaf zonası adlanır. Bəs scaffolding harda olur? Scaffolding də yaxın inkişaf zonasında olur. Çünki müəllimdir. Amma bu termin, bu scaffoldingin terminidir. Bu ad onun adıdır. Bu o demək deyil ki, scaffolding yaxın inkişaf zonasında olmur. Xeyr, scaffolding yaxın inkişaf zonasında olur. Sadəcə termin olaraq bu cümlə scaffoldingin terminidir. Çünki müəllimdən söhbət gedir. Və gəlirik bura. Burada nə gedir? Yaxın inkişaf zonası şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi zaman daha təcrübəli başqasının dəstək vermədiyi mühitdir. Xeyr, vermədiyi niyə? Verdiyi mühit olmalıdır. Və yaxın inkişaf zonasında bəli, uşaq bir işi bacarmayanda kimsə ona istiqamət verməlidir. Bu o demək deyil, hər şeyə hazır versin. Xeyr, sadəcə istiqamət verməlidir. Demək ki, 3 səhvdir. Çünki niyə? Baxın, cümləni imtahanda düz oxuyun. Verdiyi bir də var, vermədiyi. Siz bunu verdiyi oxusaydınız, Allah bilir necə səhv götürəcəydiniz. Onsuz ki, bayaq səhv götürdünüz, amma yenə də. Yəni, məsələn, bilməsəydiniz belə, o cümləni düz oxumasaz, yenə də səhv götürəcəydiniz. Çünki o qədər müəllimlər var ki, yəni səhv götürürlər. Demək ki, hər şeyi qoyuram qırağa müəllimə. Hər şeyi qoyuram qırağa. 1-də, 2-də. Biz cavabı tapa bilmədik elə. Məsələn, imtahandasınız da bilmədiniz. Bayaqkını unudaq. Gəldiniz 3-ə. 3-də görürsünüz ki, vermədiydi. Nə edirəm mən? Yanlışın altından elə yanlış 3-dür də. Elə deyil. Çünki yanlışdır da verdiyidir. 3-ü nə edirəm? Saxlayıram, qalanlarını atıram gedir. Nə oldu? B variantı. B variantı müəllimə 2 ilə 3. Amma 4-ə baxın. Yaxın inkişaf zonası scaffoldingin baş verdiyi öyrənmə zonasıdır. Yaxın inkişaf zonası düzdür, scaffolding yaxın inkişaf zonasında olur. 4 də düzdür. Mənə amma nə deyir yanlış? Yanlış deyir ki, mənə yanlış tap. Yanlış da 3 idi. Cavab 2, 3. B variantı. Təşəkkür edirəm. Sağ olun. Mən də sizə təşəkkür edirəm. Sağ olun. İndi səsi açsın dediyim müəllimə. Hər kəs də səsi bağlasın. Hər dəfə təkrarlamaq istəmirəm. Səsi açsın Ağbəniz müəllimə. Aybəniz olardı, yəqin bilmədim. Ağbəniz yazın. Salam müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Müəllimə, siz mənə deyin 3-cü testi. Baxın, klasterdir. Aşağıda. Aha. Buyurun. Klasteri tamamlayın. Aha. Sosial inkişaf nəzəriyyəsinə aid maddələrdir. Müaddelərdir. Öyrənmə prosesində. Yəni, sosial inkişaf zonasına aiddir də, onu deyir sizdən. Nədir? Deyir, öyrənmə prosesində sosial bacarıqların rolu əvəz olunmazdır. Burada da deyir ki, bu hansına aiddir bu cümlələrdən? Aha. Uşaqların zehni inkişaf etməsi üçün öyrənmə baş verməlidir. A variantı. İnsanlarda müxtəlif intellekt növlərində rast gəlinir. Uşaqlarda idraki xüsusiyyətləri
yaşa dolduqca formalaşır. Zehni inkişaf qapalı düşüncə tərzinə malik insanlarda baş vermir. Gücləndirici şagird nailiyyətlərinin artırılmasına bilavasitə təsir edir. Aha. Biraz fərqli əvvəlini görə bilmirəm. Sualı oxudum Baxın, müəllimə. deyir ki, Aha. sosial inkişaf nəzəriyyəsinə aid olandır da, yəni öyrənmə prosesində sosial bacarıqların rolu əvəz olunmazdır. Baxaq. Deyir, yəni məsələn, Vygotsky'yə aid olanı tapmalısınız da siz burada. Yəni klasterə onu yazmalısınız. Deyir, uşağın zehni inkişaf etməsi üçün öyrənmə baş verməlidir. Zehni inkişaf Vygotsky'yə mi aiddir müəllimə? Bəli, bəli. Ay müəllimə, hardan aid oldu? Piaget'ə aiddir zehni Piaget'ə inkişaf. aid müəllimə, bağışlayın. Piaget'ə Ay, aiddir. sağ olun. Sosial Vygotsky'yə aiddir. Ay sağ olun. B variantı. İnsanlarda müxtəlif intellekt növlərinə rast gəlinir. Uşaqlarda idraki xüsusiyyətləri yaşa dolduqca formalaşır. Zehni inkişaf qapalı düşüncə tərzinə malik insanlarda baş vermir. Orada nə deyir? Gücləndiricilər şagird nailiyyətlərinin artırılmasına bilavasitə təsir göstərir. Burada nədir? Təsir. Hansı oldu Vygotsky'yə aid olan? Uşaqların zehni inkişaf etməsi üçün öyrənmə baş verməlidir. Müəllimlər, burada zehni Bəli, A inkişaf etsə dəqiqə variantıdır, müəllimə A müəllimə. variantıdır. A A variantıdır. Bayaq Evet, zehni A inkişafı variantı. oxuduq, sonu oxumadıq. Bu Vygotsky nə deyirdi? Vygotsky deyirdi ki, zehni inkişaf üçün öyrənmə olmalıdır. Amma Piaget nə deyirdi? Öyrənmə üçün zehni O inkişaf ilkin olmalıydı. mərhələlərdə öyrənir. Uşaq özü Yox, mərhələ yox. Hə- Mərhələ yox. A variantıdır. Bayaq sadəcə mən öyrənməni oxumadım, ona görə dedim. Baxın, zehni inkişaf etməsi üçün öyrənmə baş verməlidir. Yəni öyrənməni burada Vygotsky ön planda tutur. Zehni inkişaf üçün öyrənmə olmalıdır. Ona görə də cavab A variantı. Sonra aha. 4-cü sual dediyim müəllimə açsın səsi, zəhmət olmasa, səsi açsın. Aytən müəllimə. Aytən müəllimə. Bəli, müəllimə, salam, axşamınız xeyir. Axşamınız xeyir. Müəllimlər, kimə vaxt çatsa o müəllimə test işləyəcək. Yəni hər kəsin də əl qaldırıb, kimə vaxtımız olsa o işləyəcək. Belə. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Effekt rəy vermək, eyni bir konsepti müxtəlif yollarla izah etmək, tapşırıq nümunəsi vermək. Müəllimə, burada cavab B bəndidir. Yaxın inkişaf zonasında istifadə qurmaq üçün uyğun olan strategiyalardır. Nədir burada? Effektiv rəy vermək. Eyni bir Bəli. konsepti müxtəlif yollarla izah etmək. Sonra tapşırıq nümunəsi vermək. Bu hansına aiddir? Scaffolding. Bəli, Scaffolding müəllimə, isə B bəndi. Yaxın inkişaf zonasında istifadə qurmaq üçün uyğun olan strategiyalardır. Scaffolding nədir? Müəllimdir. Məsələn, müəllim də ola Bəli. bilər, başqası da ola bilər. Müəllim götürək də. Məsələn, effektiv Bəli, rəy verməlidir, tapşırığın nümunəsini verməlidir, izahını verməlidir sadə yollarla. Eyni bir konsepti müxtəlif yollarla izah etməlidir. Belə. Şükür, sağ salamat, canın sağ olsun. Ne güzel, Müəllimlər. güzel olacak. İnşallah. Yarayan bendelerden olsun. Estağfurullah. Neyse. Müəllimlər, səsləri bağlayın. Mən Müəllimə, dəfələrlə demişəm. müəllimə, siz də bizə scaffolding edirsiniz də? Bəli, yol göstərmək. Düzdür. Bəli, bəli, müəllimə. Yol göstərmək. Yəni belə deyim də, məsələn desək ki, düzgün olmayan scaffoldingi tapın. Burada nə olur? İndi müəllimənin bayaqki səsi düşdü da YouTube-a. Yəqin dil izləyəndə görəcək ki, səsi bağlamaq lazımdır. Yəni müəllim əgər desək ki, bütün dərsi xırdalığına qədər, detallarına qədər izah edir, bu səhvdir. Desək ki, nümunə verir, sadə yolla izah edir, yönəldici suallar verir. Hə, bax bu düzdür. Yəni hər şeyi deməməlidir, hər şeyi alıb uşağın əlinə verməməlidir. Elə verməlidir ki, yəni biraz başlığını mən dedim, davamını sən tap. Yəni ipucu verir. Bir növ scaffolding odur. Və effektiv rəy verməlidir. Yəni konstruktiv olmalıdır, düzgün rəy verməlidir. Yəni bunların hamısı şərtdir. Aha. Müəllimə, çox sağ olun. Siz sağ olun. Düzdür. Ah. Belə. Müəllimə, bir dənə sual verə bilərəm. Buyurun. Burada siz doğru yanlış dediniz.
Bir dənə zəhmət olmasa, onu yenə də izah eləyərdiniz də. Demək, doğrunun altından doğrunu, yanlışın altından yanlışı, uyğunsuzluq olanda necə olar? Bir dənə təzədən zəhmət olmasa izah Müəllimə, eləyin. bircə dəqiqə qoş. Baxın bu testdə müəllimə deyirəm ki, baxın cədvələ əsasən uyğunluğu müəyyən edin. Nə deyir burada? Burada deyir ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Yəni doğrunun altından doğrunu tapmalıyıq, yanlışın altından isə yanlış tapmalıyıq. Doğru deyir, doğrunu tap, uyğun olanı tap mənə. Yanlış da deyir ki, mənə yanlış olanı tap. Doğrunun altından nə oldu? 2. Çünki yaxın inkişaf sonrası şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi ilə həmin işi sərbəst şəkildə bacardığı hal arasındakı dövrdür də. Yanlışın altından yanlış isə 3-dür. Çünki yaxın inkişaf sonrası şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi zaman daha təcrübəli, başqasının dəstək vermədiyi, yox, verdiyi mühitdir. Burada vermədiyidir. Yaxın inkişaf sonrasında dəstək olmalıdır, axı kömək olmalıdır. Amma burada deyir, yox. Yanlış deyir, yanlışın altındakı yanlış 3-dür, doğrunun altındakı doğru da 2-dir. Yəni yanlışın altındakı doğruya mən əl vurmuram. Doğrunun altındakı da yanlışa əl vurmuram. Çünki doğru öz cədvəlindən doğrunu axtarır, yanlış da öz cədvəlindən yanlışı. Aydın oldu? Bəs müəllimə, bir niyə səhv olur? Necə? Müəllimə, aydın oldu. Prosta mən nəyi bilmək istədim müəllimə? Demək, uyğunluq olanda hansını seçməliyik? Uyğunsuzluq olanda hansını seçməliyik? Onu bilmək istədim. Uyğunluq olanda, belə yadınızda saxlayın. Doğru deyir ki, mənə uyğun olanı tap. Doğru öz doğrusunu axtarır burada. Doğrusu. Doğru da burada nədir? 2-dir. Çünki 1 deyil. 1 niyə deyil? Yaxın inkişaf sonrası deyil. Müəllimin şagirdə yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəkdir. Müvəqqəti dəstək scaffoldingin tərifidir. Yaxın inkişaf sonrasının tərifi deyil. Ona görə də 1 səhvdir. 2, cavab bir də 3. 2, doğrunun altındakı 2 yazılan doğrudur. Yanlışın altındakı da 3 yanlışdır. 4 isə doğrudur, bizə də doğru lazım deyil. Yəni doğrunun altından doğrunu tapırsınız, yanlışın sxeminin altından da yanlış cavabı tapıb götürürsünüz, uyğunlaşdırırsınız. Belə. İşlədikcə biləcəksiniz müəllimə. Yəqin işləməmisiniz çox ona görə. Belə. Səsi açsın. Aytən müəllimə, siz işlədiniz. Təşəkkür edirəm. Sonra başqa müəllimələrdən səsi açsın. Vəfa müəllimə. Vəfa müəllimə. Səs açsın onda Gülnarə Səmədov. Aydın müəllimə, mənim əl işarəm düşüb. Narahat olmayın Şəmsiyə müəllimə. Bəli, bundan sonra sizi səsləndirəcəm. Bir dənə siz. Axşamınız xeyir. Hamı səsi bağlasın. Gülnarə müəllimə işləyin. 4-cü sualı müəllimə. Bəli, bəli. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Effektiv rəy vermə eynidir. 5-ci. Verilən fikir hansı nəzəriyyənin xüsusiyyətidir? Dərs zamanı şagirdin söz kəsərək öz fikrini bildirməsi və sözgüləşdirməsi müəllim effektiv formada istifadə edə bilir. Öyrənmə prosesində sosial konstruktivizm əhəmiyyətlidir. Bu sosial inkişaf nəzəriyyəsidir Vygotskyinin. Nə deyir burada? Dərs zamanı şagirdlərin sözü kəsərək öz fikrini bildirməsi və söz güləşdirmədən müəllim effektiv formada istifadə edə bilər. Öyrənmə prosesində sosial konstruktivizm əhəmiyyətlidir və burada da bəli, sosial inkişaf nəzəriyyəsinə aiddir. Təşəkkür edirəm. Sağ olun müəllimə. Sağ olun. Səs açsın Şəmsiyə müəllimə. Bəli, Aydın müəllimə, eşidirəm sizi. Buyurun, işləyin bu testi. Deyir, verilən situasiya ilə bağlı doğru fikri müəyyən edin. Verilən situasiya ilə bağlı doğru fikri müəyyənləşdirin. Müəllim əvvəlcə qiymətləndirmə rubrikini şagirdlərə təqdim edir. Sonra yeni sözləri lövhədə yazır və izah edir. Sonra isə digər tapşırıqlara keçir. A. Müəllim müsbət gücləndiricidən istifadə edir. B. Müəllim məkan vizual intellektə malik şagirdləri nəzərə alır. C. Müəllim scaffolding strategiyasından istifadə edir. D. Müəllim ilkin əməli mərhələsində olan şagirdlər üçün öyrənmə strategiyalarından istifadə edir. Y variantı, müəllim qapalı düşüncə tərzini formalaşdıran üsullardan istifadə edir. Burada söhbət gedir C variantından. Müəllim scaffolding strategiyalarından istifadə edir. Aha. Burada nə olur cavab? Aydın C variantı, Aydın müəllimə, mən bunu dedim.
Yəni mənə yaxın olan C variantı. Düzdür. Bircə dəqiqə, bir dənə variantı. Aha, müəllim scaffolding strategiyasından istifadə edir. Düzdür. Scaffolding daha düzgündür. Bəli, Təşəkkür edirəm. bəli, C variantı. Sağ Mən sizə olun. təşəkkür edirəm Ürəyim. Sağ olun müəllimə. Səsi açsın, səsi açsın. Var burada Nuranə müəllimə. Nuranə yazılıb. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Buyurun 7-ci sual. Sual müəllimə biraz belə eləyərdiniz görərdim. Aha. Sual işarəsinin yerinə uyğun Gözlüyün gələn bir dənə. Orada problemi var, görünmür. Heç nə olmaz. Oxuyun. Yəni PDF-in kənarı Sual- göstərir. Sual işarəsinin yerinə uyğun gələn cavab hansıdır? Uşağın inkişafında onun ətrafındakılarla ünsiyyət əsas rol oynayır. Sosial münasibətlər şagirdin zehni inkişafında mental rola malikdir. Şəxsi və sosial təcrübədə bir-birindən ayrılmaz prosesdir. Şagirdi böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir edir. Burada müəllimə A bəndi sosial inkişaf nəzəriyyəsi. Burada nə oldu? Sosial inkişaf nəzəriyyəsi. İnkişaf Düzdür. nəzəriyyəsi. Şəxsi və Sağ sosial olun. təcrübə bir-birindən ayrılmaz olur. Düzdür. Təşəkkür edirəm. Sonra səs Çox sağ olun. açsın. Sağ olun. Bu testləri nəzərinizdə qalsın müəllimlər. Əliyeva Şəfəq açsın. Müəllimə, mənim adım da çıxardı yəqin. Müəllimə, indi Axşamınız sırayla xeyir. gedirəm. Kimə çatar. Əl qaldıran müəllimlərdən. Buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Buyurun. Neçənci sualdır? Bu suala baxmayın. İndi aşağıda boş xanalara uyğun gələn cavabları seçərək bura. Gələn cavabları Demir. seçərək sistemi tamamlayın. Bəli, scaffolding strategiyası. Aha. Bunu biraz yuxarı verə bilərsiniz müəllimə. Biraz yuxarı oxuya bilmirəm. Biraz yuxarı gətirin. Elədim müəllimə. Bundan o yana getmir. Keçmiş mövzu ilə yeni mövzunu inteqrasiya etmək, yeni tapşırığın nümunəsini vermək, şagirdlərə tam sərbəst işləmə imkanını vermək. Görə bilmirəm müəllimə. Dərsləri müzakirə formasında keçmək. Dərslərin mühazirə formasında keçmək, şagirdləri komfort zonada saxlamaq. Scaffoldingi götürürük də burada keçmiş mövzu ilə yeni mövzu inteqrasiya etmək Ayson, birincisi var. hansıdır scaffoldinga aid olur? Yeni tapşırığın nümunəsini vermək bu olar. Şagirdlər tam sərbəst işləmə imkanı vermək bu da olar. Dərsə mühazirə formasında olmaz, şagirdləri komfort zonada saxlamaq olmaz. Bu iki dənə yoxdur. Komfort zona nədir? Komfort zona nədir? Bir də A 1-3. 1-3 verdim mən. 1-3 elə. Aha. Baxın. Nədir? Keçmiş mövzu ilə yeni mövzuna inteqrasiya etmək, yeni tapşırığın nümunəsini vermək, dərslərə tam sərbəst işləməyə imkanı vermək, sonra dərsləri mühazirə formatında keçmək, şagirdləri komfort zonada saxlamaq. Keçmiş mövzu ilə yeni mövzuna inteqrasiya etmək scaffoldinga aiddirmi? Keçmiş mövzunu yeni mövzuyla inteqrasiya etmək. Yox. Bu burada 2-3-dür burada. Yeni mövzunu keçmişlə inteqrasiya etmək olardı bəlkə. Keçmişi yeni ilə. Yaxşı düşünün. Keçən mövzudur. Keçmiş mövzunu yeni mövzuyla inteqrasiya edirəm. Keçən mövzunu. A variantı müəllimə, A variantı. Niyə A variantı? Düzdür də, mən sizdən soruşuram. Keçmiş mövzu ilə yeni mövzunu inteqrasiya etmək təlimi rahatlaşdırır, təlimi inteqrasiya edir, daha asan, daha qavranılan olur. Sonra yeni tapşırığın nümunəsini vermək. Bəli, yeni tapşırığın sən nümunəsini verməsən uşaq necə öyrənə bilər? Nümunəsini ver də hamısını xırdalığına qədər izah etməsən demirik ki. Sonra şagirdlərə tam sərbəst işləmə imkanı vermək, dərsləri. Yəni sırf scaffoldinga aid olanda dərsin prosesindən getmir. Sənin öyrətmə metodundan gedir. Öyrətmə metodundan birdən ikidə olandır. O komfort zona scaffoldinga aid deyil. Sənin dərs keçmə metodundur scaffolding. Öyrətmə metodundur. 1-2 A variantı. A variantı 1-2-dir də, yəni 3-ü götürmədik. Bəli, 1-2. Sonra səsi açsın. Var burada. Ülviyə Nəhmətova yazılıb. Açsın səsi. O yoxdursa səsi açsın. Ülviyə İsmailova. Aha, o da yoxdursa İbrahimova Elza açsın. Baş üstə müəllimə. Başınız var olsun. Buyurun. 9. Baş üstə. 9-cu sual deməli. Sual işarəsinin yerinə uyğun gələn
cavabı müəyyənləşdirin. Müəllim şagirdlərə yeni material nədir? Şifahi formada təsvir edir. Sonra sonda tapşırıqlar verir və şagirdlərlə effektiv əks əlaqə qurur. Sonra şəkillər və qrafiklərlə vizual göstərir. A bəndi, müəllim şagirdlərə müsbət gücləndirici tətbiq edir. Müəllim şagirdlərlə effektiv scaffoldingdən istifadə edir. Müəllim şagirdləri açıq düşüncə tərzinə keçirir. Müəllim şagirdlərin zehni inkişafını artırır. Müəllim məkan vizual yəni ki, yer, məkan yer deməkdir, vizual da gözlə görünən deməkdir, vizual, Gardner vizual nəzəriyyəsindən götürülür, gözlə görülən. Deməli, məkan vizual intellektə malik şagirdlər üçün öyrətmə strategiyasından istifadə edir. Deməli, müəllimə burada sual verir ki, sual necə idi? Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Oxuyanda bir də diqqətlə deməli, müəllim şagirdlərə yeni materialı şifahi formada təsvir edir. Sonra sonda tapşırıqlar verir və şagirdlərlə effektiv əks əlaqə qurur. Sonra şəkillər və qrafiklərlə vizual göstərir. Müəllimə, burada cavab uyğun gəlir. Məkan vizual Y bəndi. Müəllim məkan vizual intellektə malik şagirdlər üçün öyrətmə strategiyasından istifadə edir. Düzdür müəllimə? Yekun olaraq nə götürürsünüz? Y. Məkan vizual intellektə malik. 9Y götürürsünüz elə? 9B müəllimə. Scaffolding müəllimə. Vygotsky-də məkan vizualdan söhbət getmir. Axı scaffolding var. Vygotsky varsa scaffolding var. Variantda mütləq scaffoldingi axtarın. B variantı. Scaffoldinga aid olanı götürməliyik. Yox müəllimə, ümumiyyətlə scaffoldingdir də. Yəni scaffoldingdir. Yəni scaffoldingdir bir növü Vygotsky. Yəni digəri ona aid deyil axı. Müəllimin dəstəyi, müəllimə, məkan vizual dedim də Gardner'a aiddir. O Gardner'dir, o aid deyil Vygotsky'yə. Vygotsky'dən. Mən bilirsiniz çaşdığım nəyə görə oldu? Ümumiyyətlə scaffoldingə diqqət yetirmədim. Sadəcə sualın məğzinə baxdım ki, dedim sualın məğzi nədən ibarət olur? Sualın və məğzi bilirsiniz nədir? Məsələn, şəkillər, qrafiklər, eyni zamanda effektiv əks əlaqə, şifahi formada təsvir, hamısı bunu scaffolding edir də. Scaffolding də Vygotsky'yə aiddir. Sizdən də Vygotsky'yə məsələn aid olanı scaffoldingi soruşur. Effektiv scaffoldingdir bu 3 dənəsi. Müəllimin effektiv scaffoldingidir, öyrətmə mexanizmidir. Müəllimə, icazə sual verim bağlayıb. Buyurun. Mən bunları elə işdə oxuyanda, bağçada işləyəndə oxumuşam. Ondan yadımda qaldı scaffoldingdə, Vygotsky'ni çoxdan da oxuyuram. Yenə təkrar eləyirəm də, amma yadımda qaldı da bunlar. Öyrənərsiniz müəllim, narahat olmayın. Hələ dərslərimiz qabaqdadır, ödənişli qrupdasınız. Narahat olmayın, öyrənəcəksiniz. Məncə bilirəm də belə bir şeylər. Yox, narahat olmayın, öyrənəcəksiniz. Problem yoxdur. Səs açsın. Səs açsın. Mehman Mirzəyev yazılıb. Mehman Mirzəyev yazılıb müəllimənin adında. Müəllimə. 10-cu testə baxın. Müəllimə səsiniz tanış gəldi. Hansı müəllimə idi? Ülviyə müəllimə. Dedim də. Keçmiş şeydə. Müdavimi mən tanıdım. Səsinizdən tanış gəldi. Buyurun. 10-cu test. Xanaya uyğun gələn cavabları seçərək sxemi tamamlayın. Daha təcrübəli başqası. İstənilən şəxs, öyrədilən konspekt daxilində şagirddən daha təcrübəli istənilən şəxs, şagirdin dərin təhsili olmayan valideyni, şagirddən yaxşı oxuyan dostu, öyrədilən mövzu üzrə mütəxəssis olmayan müəllimi. Burada müəllimə 2 ilə 4-dür cavab. 2 ilə 4 elə yekun olaraq. Nə deyir burada? 10-cu testdə. Onda deyir ki, daha təcrübəli, burada da istənilən şəxsdir. Burada istənilən şəxsdə təcrübə yoxdur, yəni scaffolding ola bilməz bu.
İkincidə deyir ki, öyrədilən konspekt haqqında şagirddən daha təcrübəli. Yəni bu ola bilər, daha Müəllimə, nə ola təcrübəlidir. bilməz? Məsələn, nə ola bilməz? Onu dəqiq seçək və variantlardan çıxaq test işləmə taktikası ilə. 1, 3, 5 ola bilməz müəllimə. Yox, məsələn, birini seçin. Tutaq ki, ola bilməz. Nə deyir orada? Şagirdin dərin təhsili olmayan valideynləri var. Sonra var orada. 3 ola bilməz. Sonra 3 5 də olmursa ola nə bilməz edirəm? müəllimə. 3 olmursa düşürəm aşağı, 3-ləri silirəm. Bəli, C silirik. Ay, Bir sağ ol. də 5 də yoxdur. D ilə Y-yi də silirik. Qalır burada A ilə B. Nə götürdünüz? Yekun? Yekun B. Düzdür. B variantı. Çünki istənilən şəxs skafoldinq ola bilməz. Əgər bir insan belə deyim, o təlimi verə bilmirsə və ya o köməyi verə bilmirsə, o skafoldinq sayılmır. Sadəcə eyni yaşıdı da ola bilər uşağın, sinif yoldaşı da ola bilər. Nəyisə bilmir uşaq, sinif yoldaşı ona köməkliyi göstərir, elm, bilik və yaxud yəni baxır da o işə. Təhsillə bağlıdırsa, yəni burada daha təcrübəli başqası dedikdə dərin təhsil olmayan valideyn ola bilməz. Öyrədilən mövzu üzrə mütəxəssis olmayan müəllim ola bilməz. Öyrədilən mövzu üzrə deyir. Yəni öyrədilən mövzu üzrə mütəxəssis deyilsə nə öyrədəcək uşağa? Heç nə. İstənilən şəxs də ola bilməz, mümkün deyil. 2, 4. Yəni öyrədilən konsept daxilində şagirddən daha təcrübəli istənilən şəxs. Öyrədilən konsept. Şagirdin yaxşı oxuyan dostu. Bəli, bu ola bilər. 2, 4. 11. 11-ci testi də təşəkkür edirəm. Açsın 11-ci testi. Teyyubova Günel. Aha. Yaxşı. Nigar Əliyeva. Sonra açın səsi. 11-ci sual. Hansı nəzəriyyəyə görə öyrənmənin növbəti mərhələsinə keçmək üçün körpü rolunu oynayan fasilitatorun ünsiyyətə əsaslanan düzgün strategiyalar seçməsi səmərəli tədrisin əsas meyarlarından biridir? A. Gardnerin çoxnövlü zəka, B. Vygotsky yaxın inkişaf zonası, C. Piaget'in zehni inkişaf mərhələsi, D. Skinner operant şərtlənmə, Y. Dweck'in düşüncə tərzi. Cavab B bəndi. Vygotsky yaxın inkişaf zonası. Vygotsky yaxın inkişaf zonası. Nə deyir burada? Öyrənmənin növbəti mərhələsinə keçmək üçün körpü rolunu oynayan fasilitatorun ünsiyyətə əsaslanan düzgün strategiyalar seçməsi səmərəli tədrisin əsas meyarlarından biridir. Burada Vygotsky yaxın inkişaf zonası. Düzdür. Vygotsky'də də eyni zamanda. Sonra 12. Mən sizə videolar atacağım. O diaqnostika sınağının izahı var. Orada onlara baxarsınız. 12'ye baxaq. Olar müəllimə. Buyurun, hansı müəllimə? Nigar müəllimə. Nigar müəllimə. Buyurun, açın. Nigar müəllimə. İşləyin. Salam, necəsiz? Yaxşı olar, müəllimə, yaxşı olar. Yaxşı. Çox sağ ol. Buyurun müəllimə. 12-ci. 12, bəli. Yaxın inkişaf zonası nədir? Yaxın inkişaf zonası nədir? A bəndi müəllimin şagirdə yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəyidir. B. Müəllimin şagirdə bilmədiyi şagirdin iştirakı ilə öyrətməsidir. C. Yeni bacarıq öyrənməsinə qədərki aktiv öyrənmə dövrüdür. Aşağıdakı görsənmir müəllim. Şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi zaman daha təcrübəli başqasının dəstək verməsi. Daha təcrübəli başqasının dəstək verməsi. Deməli, yaxın inkişaf zonası odur ki, B-dir. Müəllimin şagirdə bilmədiyi şagirdin iştirakı ilə öyrətməsi. Yəni, müəllim şagirdə öyrətmədir burada. Bilmədiyini öyrədir. Bilmədiyi öyrətmə prosesidir. B bənd. Düz deyil mi? Burada baxaq. Yaxın inkişaf zonası nədir? Müəllimin şagirdə yeni bacarıq öyrədərkən göstərdiyi müvəqqəti dəstəyidir. Müəllimin şagirdə
nə deyir burada? Müəllimin şagirdə yeni bilmədiyini şagirdin iştirakı ilə öyrətməsidir. C variantı yeni bacarığın öyrənilməsinə qədər ki, aktiv öyrənmə dövrüdür. Şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi zaman daha təcrübəli başqasının dəstək verməsidir. Yaxın inkişaf zonasından söhbət gedir sırf burada. C variantı. Yaxın inkişaf zonası C'dir. Nədir? Nə deyir orada? Yeni bacarığın öyrədilməsinə qədər ki, aktiv öyrənmə dövrüdür. Yeni bacarığı öyrənənə qədər olan dövr öyrənmə dövrüdür. Bu yaxın inkişaf zonası adlanır. Yaxın inkişaf dövrüdür. Başa düşdüm. Çox sağ ol müəllimə. Siz sağ olun. Sağ olun. Sonra onda. necə? C. Bir variant scaffoldingdir. Baxaq. B variantı müəllimin şagirdə bilmədiyi şagirdin iştirakı ilə öyrətməsidir. Xeyr, şagirdə nə deyir burada? Müəllimin şagirdə bilmədiyini şagirdin iştirakı ilə öyrətməsidir. Şagirdin iştirakıdırsa, bəli, bu scaffolding adlanır. Belə. 13. 13-ə baxaq. Səsi açsın. Dediyim müəllimlərdən Lamiyə müəllimə açsın. 13 işləyin. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. 13 işləyin tez, zəhmət olmasa. Hər kəs sırayla. Baş üstə müəllimə. Müəllim yeni mövzunu tədris edərkən şagirdlərin mövzunu öyrənə bilməsi üçün əvvəlcə sadə, davamında idraki taksonomiyasının növbəti mərhələlərinə uyğun tapşırıqlar verir. Verilmiş nümunədə hansı nəzəriyyənin tətbiqindən danışılır? Burada müəllimə düzdür, bu Skinner behaviorizm nəzəriyyəsini oxumamışam heç. Yəni bunu silirəm, bu deyil. Piaget'in idrak inkişaf pillələri nəzəriyyəsi deyil. Gardner'in çoxnövlü zəka nəzəriyyəsi deyil. Emosional intellekt nəzəriyyəsi də deyil. Bu müəllimə C variantıdır. Vygotsky'nin yaxın inkişaf zonası nəzəriyyəsinə aiddir. Vygotsky'nin yaxın inkişaf zonası nəzəriyyəsi. Bəli, düzdür. Təşəkkür edirəm. 14. 14-cü testi də işləsin. Müəllimlərdən Mahirə müəllimə. Mahirə müəllimə. 14. Oxuyuram müəllimə. Buyurun. Müəllim yeni dərs keçərkən şagirdlərin mətninin məzmununu anlamadığını aşkar edir. Növbəti dərslərdə bu halın baş verməməsi üçün əvvəlcə mətndəki açar sözlərin mənasını öyrədir, sonra mətnin məzmununu tədris edir. Verilmiş nümunədə hansı nəzəriyyənin tətbiqindən danışılır? Sözsüz ki, Vygotsky olacaqdı. C variantı yaxın inkişaf zonasının nəzəriyyəsi. Ay sağ olun. Baxın, müəllim yeni dərs keçərkən şagirdlərin deyir mətnin məzmununu anlamadığını aşkar edir. Növbəti dərslərdə bu halın baş verməməsi üçün əvvəlcə mətndəki açar sözlərin mənasını öyrədir, sonra mətnin məzmununu tədris edir. Verilmiş nümunə hansı nəzəriyyədir? Yəni bu scaffoldingdə Vygotsky'də yer alır. Düzdür. 15. Bu situasiyalar yadınızda qalsın. İmtahanda qarşınıza çıxa bilər. %100 deyirəm. Aslan dedi, onlar 15-də oxuyan Yox müəllim. icazə versələr. O qədər müəllimlər var ki, yəni mümkün deyil. İnanırsınız, hələ mən çatdıra bilməyəcəm bugün. Sağ olun. Zöhrə müəllimə açsın səsi. Şagird yeni dərsi müstəqil şəkildə öyrənə bilmir. Bu məqamda müəllim şagirdə mövzunu öyrənməkdə kömək edir. Şagirdin anlamadığını tam şəkildə izah etmir. Şagirdin başa düşməsi üçün ona yönəldici suallar verir. Bir növ öyrənməyə vasitəsi olur. Yəni scaffolding olur da müəllimə. Vygotsky yaxın inkişaf zonası nəzəriyyəsi. Ay sağ olun. Burada da yaxın inkişaf zonası. Təşəkkür edirəm müəllimə. Bəli. Bu Sağ olun situasiyalar yadınızda qalsın sadəcə. Sağ olun. Sonra səsi açsın görüm. Yazılıb müəllimənin adında Məhluqə müəllimə. Məhluqə müəllimə. Buyurun. Müəllimə, salam bir də. Müəllimə, neçəni oxuyum? Neçə? 16-nı. 16, bəli, 16-daydıq. Şagird möhkəm vizual intellektinə sahibdir. Biraz müəllimə yuxarı çəkək, ona görə bilmirəm. O bioloq, yaxşıdır. O deyir biologiya fənnindən, bitkilərdə. İki qat maylanma prosesini başa düşməkdə çətinlik çəkir. Müəllim şagird əlavə oxu materialları ilə təmin edir. Lakin bu ona kömək yaxın zonasına görə müəllim öyrənmə prosesinin
səmərəliliyini artırmaq üçün nə etməlidir? Yəni uşaq daha yaxşı öyrənsin deyə nə etməlidir? Bəli, Səhvləri bağlayaq. işlərə üstünlük verməlidir, daha çox oxu materialı ilə təmin etməlidir, prosesin təsvir olunduğu vəsaitdən istifadə etməlidir, botanika bağına Virtual ekskursiya, ekskursiya etməlidir. sonra o birisini görmürəm müəllimə. Sonuncu da Başını fiziki iş tələb edən oyunlar təşkil etməlidir. Prosesin təsvir olunduğu vəsaitdən istifadə etməlidir. Müəllimə, Ay, ola sağ bilər. olun. Düzdür. Çünki nədir bu uşaq nə edir? Məkan vizual intellektə malikdir. Məkan vizual intellektə malik olan uşaq da, yəni görərək öyrənmənin tərəfdarıdır da. Görərək öyrənən uşaq da nə edir? Daha çox əyani vəsaitə ehtiyacı olur. Vizual öyrənmə. Ne var ya bu bizim VAKO öyrənmə tərzimizdə də yer alır. Ay sağ olun. Ona görə də mən onu botanika bağına aparası deyiləm ki, bəlkə mən Qıraq kənddə yaşayıram. Yəni onu ora aparmağım da düzgün olmur da. Bəli, Aid tür alınmır. Yəni ancaq ekskursiyada falan aparmaq olur. Təşəkkür edirəm. Hər məşğələyə aid deyil. Təşəkkür edirəm. Sonra səsi açsın. Bağırova Quba. 17. Aha, yox. Salam, axşamınız xeyir Axşamınız müəllimə. xeyir olsun müəllimə. Buyurun 17. 17. Vygodskaya görə uşaqlar müəllim o görünmür belə. Hə. Deyil ki, Vygodskiyə görə müəllimlər və uşaqlarla uşaqlar arasında ünsiyyət qurulması və ünsiyyətdən istifadə edərək öyrənmə prosesini qurmaq çox vacibdir. Bu baxımdan deyir, aşağıdakı strategiyalardan hansıları daha əhəmiyyətlidir? Hə, fərdi layihələr verilməsi, kitab klublarının təşkil edilməsi, müəllimin şagirdə fərdi məşğul olması, qrup işinin istifadəsi, sinifdə oxu güşəsinin yaradılması. Burada nə deyir? Vygodskiyə görə uşaqlarla, müəllimlər və uşaqlar arasında ünsiyyət qurulması, ünsiyyətdən istifadə edərək öyrənmə prosesini qurmaq çox vacibdir. Ünsiyyət olmalıdırsa, nə olmalıdır ön planda? Qrup işləri. Qrup işləri. Bəli, qrup işləri. Niyə bilirsiniz? Çünki Vygodski ünsiyyətin tərəfdarıdır və orada da ünsiyyəti vurğuluyursa, əməkdaşlığı vurğuluyursa, qrup işlərinin istifadəsi daha çox olmalıdır. Qrupda olanda uşaqlar daha çox söhbət edirlər axı, daha çox müzakirə edirlər axı, daha çox sosiallaşırlar axı. Ona görə. Hə, qrup işlərinin D bəndi də müəllim. Bəli, Qrup D işlərinin variantı müəllimə. istifadəsi. Zöhrə müəllimə açsın səsini. Təşəkkür edirəm müəllimə. Çox sağ olun müəllim, çox sağ olun. Əziz Siz olasınız. Sağ olun. Zöhrə müəllimə. 18. Aşağıdakı fikirlərdən, axşamınız xeyir. Aşağıdakı fikirlərdən hansı Lev Vygodskinin sosial inkişaf nəzəriyyəsinə aiddir? A variantı, şagirdin dərs zamanı davamlı olaraq yoldaşları ilə danışmağa cəhd etməsi, onun verbal lingvistik zəkaya sahib olduğunu göstərir. Şagirdlər zəkalı ola biləcəklərinə inandıqları təqdirdə daha çox çalışırlar. Sosial münasibətlər şagirdin zehni inkişafında fundamental rola malikdir. Şagirdin müstəqil şəkildə problemi həll etməyə çalışması onu öyrənməsinə müsbət təsir edir. Şagirdin şəxsi keyfiyyətləri onun yeni konsepsiyaları öyrənməsində həlledici rola malikdir. Müəllimə, bu sosial münasibətlər şagirdin zehni inkişafında fundamental rola malikdir. Budur, C variantı. Cavab C variantı. 17C. Bəli. Yəni burada nə olur? Sosial münasibətlər şagirdin zehni inkişafında, yoxsa yəni son qərar odurmu? Şagirdin dərs zamanı davamlı olaraq yoldaşları danışmağa cəhd etməsi, verbal bu lingvistik zəkaya sahib olduğunu göstərir. Düzdür müəllimə. Düzdür, yəni sosial münasibətlər zehni də formalaşdırır da. Düzdür, C variantı. Çünki niyə? Vygodski deyirdi ki, yəni zehni inkişafın formalaşması üçün sosiallıq önəmlidir. Amma Piaget əksini ön planda tuturdu. Deyirdi, zehin üçün elə zehni mərhələlər, öyrənmə, sosiallıq önəmli deyil. Müəllimə, bu konsepsiyalarda var axı Vygodskidə. Necə konsepsiyası variantı? C variantı. Cavab. Aha, D variantı. Düzgün cavab D variantı. C.
Sosial münasibətlər şagirdin zehni inkişafında fundamental rola malikdir. Yəni zehni inkişaf üçün deyil, sosiallarda daha çox rol oynayır. 19. 19'u da açsın səsi. Var orada müəllimələrdən. Müəllimə, mən görmürəm orada. Gülnar Rızayeva. Vəzifə müəlliməsiz. Baxım. Yox, müəllim adınız görsənmədi axı mənə. Gözləyin görə bəlkə də. Gözləyin. Əl qaldırın. Var bir neçə müəllimə qalıb onsuz. Gülnar Rızayeva. Gülnar müəllimə. Yoxdur. Səs açsın onda. Ayinka yazılıb müəllimənin adında. Ayinka. Bəli, müəllimə. Aha, buyurun. İzah edin. Mən aşağıdakı fikirlərdən hansı Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? A variantı, toxunaraq öyrənən şagirdlər əsasən bədən kinestetik intellektə sahib olurlar. B variantı, insan zehni inkişafın bəlli bir səviyyəsində doğulur. Kənar təsir olmadan inkişaf etdirmək mümkün deyil. C variantı, şagirdlərin bir-biriyle ünsiyyəti. Müəllimə, 20-ni oxuyursunuz siz. 19. Nə? 19'a baxın, sonra 20'ye baxarsınız. Digər müəllimə baxın. Aşağıdakı fikirlərdən hansı Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? A. Mühakimə yürütməklə düşünmək, məntiqi riyazi zəkaya aiddir. B. Şagirdlər konseptual düşüncəyə sahib olduqda daha yüksək təlim nailiyyəti əldə edə bilirlər. C variantı, bütün uşaqlar idrakin inkişafı zamanı eyni mərhələdən keçirlər. D variantı, şəxsi və sosial təcrübə bir-birindən ayrılmaz prosesdir. Y variantı, müəllim təlim prosesini şagirdlərin davranışını nəzərə alaraq qurmalıdır. Aha. Nə olur? Hansı aiddir? Burada hansı aiddir? Burada Y variantıdır. 19'da. Bəli. Müəllimə xeyir. Müəllimə, mən deyim onu. Mən deyim müəllimə. Müəllimlər D variantı. Niyə bilirsiniz? Çünki şəxsi və sosial təcrübə. Şəxsi və sosial təcrübə ilə açar sözdür də sosial təcrübə. Bu nədir? Bu nəyindir? Vygotsky'nin. Dəfədə qoşuluram, amma həyəcan oldu. Narahat olmayın. Yenə də yadınızda qalar, kayda da baxarsınız. Sonra 20-ci testi səs açsın. Səsi açsın. Aynurə Nəhmətova dedim, bayaq işləyibmi testi? Sonra var orada müəllimələrdən var. Vəzifə müəllimə. Bəli, müəllimə. Buyurun. 20 Deyir ki, testə baxın. aşağıdakı fikirlərdən hansı Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? Toxunaraq öyrənən şagirdlər əsasən bədən kinestetik intellektə sahib olurlar. Bu Gardnerə aiddir. İnsan zehni inkişafın bəlli bir səviyyəsində doğulur və onu kənar təsir olmadan inkişaf etdirmək mümkün deyil. Bu da deyil. Şagirdlərin bir-biri ilə ünsiyyəti və sosial mühit şagirdin inkişafında əsas amildir. Budur. Şagirdin idraki inkişafı yaşından asılı olaraq dəyişir. Bu da Piaget'e aiddir. Fərdi iş formasının təlimdə istifadə edilməsi şagirdin başqalarını üzə çıxarmaq baxımından əhəmiyyətlidir. Deməli, burada sosial ünsiyyət C bəndidir. Şagirdlərin bir-biri ilə ünsiyyəti və sosial mühit şagirdin inkişafında əsas amildir. C bəndidir, müəllim. Şagirdlərin bir-biri ilə ünsiyyəti və sosial mühit şagirdin inkişafında əsas amildir. Düzdür. C. Təşəkkür edirəm. Sonra səs açsın. Var burada müəllimələrdən var. Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Hansı müəllimə? Gülnar müəllimə. Rızayeva. Aha, bəli, bayaq səsləmişdim. Narahat olmayın müəllimə, buyurun. 20-ci test. 21 daha doğrusu. 21. Aşağıdakı fikirlərdən hansı Vygotsky sosial inkişaf nəzəriyyəsinə aiddir? A. Qruplarla iş forması əsasən şəxslərarası intellekti yüksək olan şagirdlər üçün faydalıdır. B. Bir problemin həlli üçün dayanmadan
cəhd göstərmək insanda inkişafa açıq düşüncə tərzinin formalaşmasına səbəb olur. C. Şagirdin böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir edir. D. İbtidai sinif şagirdlərinə abstrakt mövzuların keçirilməsi düzgün deyil. Y. Scaffolding şagirdin müstəqil şəkildə fəaliyyət təmin etmək üçün əsas vasitədir. Aha. Bir dəqiqə müəllimə. Müəllimə, elə bilirəm bir bəndin bəlkə səhv edirəm. 21 D yekun olaraq, elə? Bəli, bəli. 21 C bəndi. C müəllimə. Şagirdin böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir edir. Düzdür də, yəni şagirdin böyüdüyü cəmiyyət, ətraf mühitin sənin nəyə maraq göstərdiyi, yəni təsir göstərir sənə, sənin fikrini dəyişir, sənin əhatən, sənin o deyirləri, mühit səni tamam dəyişir. Olduğun mühit. Düzdür də, bu da sosiallıqdır. Sosiallıqdırsa Vygotsky'dir. Və aiddir Vygotsky'nin elə nəzəriyyəsinə. Sonra 22, sağ olun, 22, dediyim müəllimə açsın səsi 22-də. Səsi açsın. Xəyalə müəllimə. Sonra da Əsməd müəllimə açar. Xəyalə müəllimə. Bəli, axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Buyurun, 22. Aşağıdakı fikirlərdən hansı Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? Ailədəki yanaşma və şagirdin həyatındakı yaşadıkları onun təhsilə münasibətinə təsir edir. Tənqidi düşüncə şəxsdən qərərsiz düşünməyi tələb edir. İnsanın düşüncə tərzi şagirdlərin informasiyanı necə təhlil etməsinə də təsir göstərir. Egosentrik dövrdə uşaq dünyanın mərkəzində özünü göstərir. Bu Piagetdir. Şagirdin öyrənməsində məktəb mühitindən çox müəllimin rolu vacibdir. Ailədəki yanaşma və şagirdin həyatındakı yaşadıkları onun kəndin şəxsən insan şagirdlərin informasiyanı necə təhlil etmək. Bu bəndidir müəllimə. 22 yekun olaraq. 22 müəllimə. Xeyr, A variantı. Ailədəki yanaşma və şagirdin həyatında yaşadıkları onun təhsilə münasibətinə təsir edir. Düzdür, ailə ilə şagirdin həyatı sosialdır və bu da təsir göstərir. Siz nə götürdünüz? Şagirdin öyrənməsində məktəb mühitindən çox müəllimin rolu bu səhvdir. Yox, məktəb müəllimin rolu, yəni xeyr, məktəb mühitinin də rolu vacibdir. Vygotsky deyir ki, cəmiyyət, ətraf, mühit, bunlar deyir təsir edir uşağa. Düzdür də, hal-hazırda mən onun tərəfdarıyam. Uşağı adi bir, fərqli bir mühitə göndər, tamamilə dəyişib gələr üstüvə. Yəni, mühitin önəmi çoxdur. Ətraf mühit. Ona görə deyirlər, ətrafındakilara fikir verin, onun quruğuna fikir verin, görüm kimdə oturur, kimdə durur, adi bir yeniyetmə uşaqlarımıza deyirik. Yəni, ətraf mühitin rolu çox təsir göstərir, fikirlər. Bir dəqiqə, müəllimə. A variantındakı sosiallığı götürür. Müəllimənin dediyi variantda isə scaffoldinglikdir. Həm scaffoldingli idi, həm də ki, bir dəqiqə görüm, haradadır? Belə. Sonra hansı testdə qalmışdıq? Səs açsın. Əsməd yazılan müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Burada hansında qalmışdıq biz? 23-də müəllimə. 23, buyurun. Aşağıdakı fikirlərdən hansı Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? A. Səmərəli öyrənmə mühitinin formalaşması üçün şagirdlərin dərs prosesinə cəlb olunması şərtdir. B. Şagirdin gələcək həyatında yaşadığı mühitin
mədəniyyətinin təsiri minimumdur. Akademik nəticələrin yüksəlməsi üçün şagirdlərin intellektinin dəyişilə bilən olduğuna inanmaları lazımdır. D. İradə gücünün formalaşdırılması şagirdin xarakterlərinə müsbət təsir edir. Y. Şagirdin idraki inkişafında sosial amilin rolu əvəz edilməzdir. Məncə də müəllimə burada Y variantıdır. 23 Y. Elə? Bəli. Düzdür müəllim. Bəli. Şagirdin idraki inkişafında sosial amilin rolu əvəz edilməzdir. İdrakda da sosiallığı ön planda tutan Vygotsky'dir. Düzdür. Təşəkkürlər. Sağ olun. Sağ olun. Səs açsın Talihə Zeynalova. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Müəllimə siz işləyin burada 24-dür. Aşağıdakı fikirlərdən hansı Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? A bəndə yuxarı təfəkkür səviyyəsində həm tənqidi, həm də yaradıcı təfəkkürün xüsusiyyətlərini görmək olar. B bəndə şagirdləri tərbiyə zamanı onların şəxsi keyfiyyətlərini vurğulanması akademik nəticənin davamlı şəkildə yüksəlməsinə səbəb olar. C bəndə qiymətləndirmə şagirdin öyrənməsini təmin edən açar məqamdır. D məqsədyönlü öyrənmə üçün tələb olunan əsas şərt şagirdin marağıdır. Uşaqların bir-biri ilə ünsiyyətinin, onların nitq qabiliyyətinin inkişafının necədir orası? Görmürəm. İnkişafının yeni konsepsiyalar. Axını oxuya bilmədim müəllimə. Müəllimə, uşaqların bir-biri ilə ünsiyyətinin, onların nitq qabiliyyətinin inkişafında yeni konsepsiyaların öyrənilməsində rolu mühümdür. Ailə Y bəndidir müəllimə burada. 24 dəqiq Y variantı mı? Bir-biri ilə ünsiyyətlidir də. Düzdür. Bir-biri ilə ünsiyyətlidir. Belə. Aha. Bu günlük bu qədər müəllimlər. İnşallah gələn dəfə də davam edəcəyik. İndi hal-hazırda mənim dərsim var, dərsə gecikirəm. 20-də dərsim var. İnşallah oxuyun. Bir də sizə qaydlar atacağım. Diaqnostika test sınaqlarının izahları var YouTube kanalımda. Onları yönləndirəcəm sizə qruplara. Müəllim yoldaşlarınıza da yönləndirin, dinləsinlər. Hər birini, yəni dinləyin, izləyin qəşəng. Gələcəkdə daha maraqlı testlər olacaq və gələn dəfə biz işləyəcəyik eyni zamanda digər nəzəriyyəçilərdən. Yəni bu testlərin hamısını da sonda yönləndirəcəm qrupa, nəzərinizdə qalsın. Bu situasiyaları əzbərə vurun yaddaşınıza. Çünki məktəb müəllimlərinə düşən testlərdir. Nəzəriyyələr də ortaq olduğundan sizlərin də qarşısına çıxma ehtimalı %70, yəni çıxacaq qarşınıza. Ona görə də yaxşı. Bəli. Sağ olun müəllimə. Sağ olun. Sağ olun. Gecəniz xeyrə, Ayda müəllim. Xeyrə qarşı müəllimlər, xeyrə qarşı. Qruplara da müəllim yoldaşlarınızı əlavə etməyi unutmayın. Sağ olun. Çox sağ olun. Sağ olun müəllimə. Allah razı olsun. Sağ olun. Ayda müəllimə, sağ olun. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı dərsimiz olacaq inşallah. Həftə ərzində vaxtı, günü təyin edib deyəcəm sizə. Sadəcə siz qruplarda aktiv olun, maraqlı sual cavablarımız da olacaq. İndi bayram ərəfəsi ola bilər ki, olmasın. Yəni belə deyim də 30-31, amma qalan günlərdə yenə keçəcəm. Yanvar qrupu üçün indi hal-hazırda chat bölməsinə yazan müəllimlər WhatsApp nömrəmizdə 070 293 39 28 nömrəsi ilə əlaqə saxlayın ki, siz qruplara yaza bilin. Belə 4 ay az-az dərindən əhatəli keçiriləcək, 5 aya qədər də çəkə bilər. Uğurlar. Gecəniz xeyrə qalsın. Ayda müəllimə. Bəli. Frevel haqqında keçərik. Frevel. Freveli göndərərəm. Bəli, göndərərəm. Narahat olmayın. Yazarsınız. Müəllimə, olar adımı yazarım yanvar qrupuna. Müəllimə, siz qrupumda varsınız. Narahat olmayın. Çox sağ olun. Sağ olun. Burada bir sual verim. Sağ olun. Müəllimə, dediniz ki, yeni olan adını Müəllimə, PDF-də onu yönləndirmişəm ödənişsiz qruplara. Yazarsınız, şəxsimi ataram sizə. Yaxşı müəllimə, çox sağ olun. Sağ olun. Allah razı olsun. Belə müəllimlər, yəni sertifikasiya ilə bağlı yəqin ki, yanvarda brifinq olacaq, ətraflı məlumat veriləcək və yaxında bizim maraqlı bir təlimimiz olacaq Artin əməkdaşı ilə. Sizi orada görməyi çox istəyərəm. Qəşəng maraqlı təlimimiz olacaq və linklər atacağam. Qulaq asarsınız, müəllim yoldaşlarınıza da göndərin. Diaqnostika sınağının izahını verəcəm. Hər kəs dinləsin. Gecəniz xeyrə qalsın.